Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri kəndimiz verilişinin növbəti buraxılışında. Hörmətli tamaşaçılar, Ucar rayonundayıq. Bugünkü buraxılışımızda rayonun maraqlı kəndlərindən biri olan Qazıqumlaq kəndində çəkiliş edəcəyik. Deyirəm, bəlkə tamaşaçılarımızı intizarda saxlamayaq, biz düşək kəndin canına. Belə deyək də, gəl hələ tamaşaçılara yüngülvari olaraq kəndin görüntülərindən hədiyyə eləyək. Hörmətli tamaşaçılar, Qazıqumlaq kəndinin ərazisini gəzirəm və rəsmi məlumatlar almaq üçün kəndin rəsmilərindən birinə müraciət etdim. Gəlin tanış olaq. Salam əleykum. Hoş gelmişsiniz. Xoş gününüz. Sizi təqdim edin. Elxan Eminov, Ucar rayonu Qazmaq Belediyesinin sədri. Elxan müəllim, kəndin əhalisi nə qədərdir? Əsas məşğuliyyəti nədir? Kendimizin her iki kendin birlikte yani Ucar rayonu Qazmaq Belediyesi, Qazmaq ve Melkibalı kəndləri əhatə etməklə 6540 nəfər əhaliyə 1330 təsərrüfatı malikdir. Kendimizin adamların məşğuliyyəti əkinçilik, maldarlıq və göründüyü kimi ayrı sahələrdə müəyyən tikinti qurğu işlərində iştirakdır. Hörmətli tamaşaçılar, bax, mən səhərdən Rəşaddan ayrılandan sonra Ucar rayonunun Qazıqumlaq kəndinin ərazisində gəzirəm. Kənd şəhərdən 1 qram da olsun geri qalmır. Bax, kənddə yerə döşənən asfalt örtüyündən tutmuş, zəhmət olmasa bu işıq dirəklərini, müasir işıq dirəklərinə qədər var. Gördüyünüz kimi, bax, müasir işıqlanma sistemi ilə işıqlandırılmışdı kəndin küçələri. Və kəndimizdə bəzi məişət iaşə obyektləri çox yüksək səviyyədədir. Və sözün əsl mənasında mən özüm də təəccübləndim. Nəyə? Bax, siz də təəccüblənəcəksiniz. Qazıqumlaq kəndinin ərazisində elə bir məktəb inşa olunur ki, o məktəbi sizi inandırım ki, şəhərdə günün gün orta çağı çıraqla axtarsan, tapmaq olmaz. Bax, həmin o dediyim möhtəşəm məktəbin binası mənim fonumda görsənən binadır. İndi məktəbin içinə girəcək, görək məktəbin içi necədir? Kənddə bax, görməli, səfalı yerlər hansılardır, nələr var kənddə? Əslində magistral xəttdən başlayaraq kəndimizin hər yeri görməlidir. Belə ki, işıqlanma şəbəkəsinə qoşulan böyük, gözəl yollarımız və Qazıqumlaq 1 nömrəli, 2 nömrəli məktəbin böyük, müasir arxitektur əsasında tikilmiş binaları və içərisində olduğumuz gözəl Heydər Əliyev Parkı və onun əhatəsində olan deyək ki, abidə və böyük şadlıq sarayı kəndimizə yaraşıq verən abidələrdən, tikintilərdən biridir. Maraqlı məlumatlara görə çox sağ olun, minnətlərim sizə. Sağ olun. Hörmətli tamaşaçılar, məktəbin içinə keçməzdən öncə məktəbin kənarında olan futbol meydançası diqqətimi cəlb elədi. Deməli, çox yüksək səviyyədə olan futbol meydançası var. Bax, siz də bunların canlı şahidisiniz. Yəni, fikirləşərsiniz ki, birdən biz bunları hansısa bir texniki qrafika ilə işləmişik. Xeyr, bunun hamısı canlı olaraq bax, bu kəndin ərazisində yerləşir. Bax, fonda gördüyünüzdə məktəbin binasıdır. Və yaxud dediyim kimi, mən özüm də səbirsizlənirəm o məktəbin içinə girib, məktəbin içindən tanış olmağa. Mənə gəlir, sizin üçün də maraqlıdır. Hörmətli tamaşaçılar, Qazıqumlaq kəndinin ərazisini gəzirəm. Ümumiyyətlə, hava çox istidir, çox gözəldir. O qədər gözəldir ki, artıq mən üst geyimimi çıxardıb atmışam qırağa. Baxın bu gözəlliyə, baxın bu ot sahələrinə. Hörmətli tamaşaçılar, bax, biz hal-hazırda Qazıqumlaq kəndinin ərazisində bir saylı orta məktəbin içindəyik. Məktəb doğrudan da mən belə deyim də, mən gözlədiyimdən də daha artıq bir formada çıxdı. Bax, bu məktəbin ərazisidir. Məktəbdə sakitçilik olmasının hökm sürməyinə baxırsınız. Yəni, burada sakitçilikdir. Bu sakitçiliyin əsas məqsədi isə bu günləri uşaqlar dərsdə deyirlər. Bugün istirahət gününə düşdü. İstirahət günü olduğuna görə uşaqların dərsi yoxdur. Bir nəfər qardaş var. Yaxınlaşaq görək, tanış olaq görək kimdir. Özünüzü təqdim edin. Qazıqumlaq kənd 1 nömrəli məktəbin direktor müavini Cavid Rəhimov. Cavid müəllim, çox gözəl. Biz həqiqətən, bax, mən içəri girəndə inanmırdım ki, məktəbin bax, daxili görüntüləri, xaricdən görüntüsü çox yüksək səviyyədir. Daxili görüntüsünün bax, bu cür olmağına, sözün əsl mənasına inanmırdım. Gəldim, gördüm və həqiqi mənada şad oldum.
Bax bu daxili görüntüsündə olan bu gözəllik bizim təhsil sistemimizdə necədir? Bu təhsil sistemimizdə də öz əksini tapmışdır. Hal-hazırda yəni məktəb eyni zamanda bu gördüyünüzdən əlavə olaraq, yəni eyni şəkildə informatika avadanlıqlarıyla da təchiz olunmuşdur. Yəni hal-hazırda məktəbdə 2 dənə informatika laboratoriyası var. Biri xarici dil üzrə, bir də deyək ki, informatika üzrə 30-dan çox kompüterdə məktəb təmin olunmuşdur. Yəni təhsil səviyyəsi deyək ki, məktəbin gördüyünüzə uyğun şəkildə aparılır. Zaten müəllim, deyir 100 eşitməkdənsə bir görmək yaxşı. Biz apara bilərsiniz o siniflərə. Hörmət tamaşaçılar, gedək. Burada isti olmasına baxmayaraq doğrudan da insana ləzzət edir. Ləzzət edir, baxın da gül, çiçək, nə bilim, burada sadəcə biz nə? Sakitçilik var burada. İnsana qalır burada sadəcə gəzib, dolanıb, istirahət eləmək. Bir də bilmirəm, indi qardaşımız görür, kifayət qədər kəpənəklər var. Kəpənəklər var, o da bir yaraşıq verir. Buna baxın, buna bax. Cavit müəllim, bax mənə doğrudan da maraqlıdır. Bax indi biz bu yol gedirik də, indi bir xeyli, yəqin ki ikinci qata qalxacağıq. Bu məktəbdə nə qədər tələbə şagird təhsil alır? Məktəbdə hal-hazırda 282 nəfər təhsil alır. Onlardan deyək ki, yuxarı siniflərdə bizdə 11 nəfər var, 11-ci sinifdə. Amma bu get-gedə deyək ki, təhsilin səviyyəsi hal-hazırda yüksəlməkdədir. Yəni keçən bizim məktəbin 12 nəfər məzun olubdur. Onlardan 3-ü yüksək səviyyədə ali məktəblərə, digərləri isə texnikumlara qəbul olunubdur. Bax, mən üzr istəyirəm, deməli 11 illik məktəbdir də bura. 11 illik məktəb. Gedək, mən o informatika otağını görməkdən ötürü sözün əsl mənasında səbirsizlənirəm, belə deyək də. Deməli, hörmətli tamaşaçılar, gördüyünüz kimi bu lövhə məktəbin əlaçılarının şəkilləri ilə bəzədilmişdir. Deməli, 2, 4, 6, 8, 10, 20, 22, 24, 26, 28. Məktəbdə 28 tələbə əlaçı var. Deməli 280 tələbə varsa, şagird varsa, onun 28-i əlaçıdırsa, bu 10% deməkdir. Bu 10% göstəricidir. Çox yüksək göstəricidir. Hörmətli tamaşaçılar, həmsöhbətimiz Elxan müəllimlə bizim söhbətimiz davam edir. Elxan müəllim, bax, danışdıq bayaq rəsmi məlumatlardan. İndi ümumiyyətlə kənd haqqında maraqlı nə danışa bilər? Bax, gözəl mənzərəsi var burada. Kəndimizin elə bu yeri doğrudan da ən gözəl guşəsi hesab olunur və keçmişdən kəndimiz iqtisadi cəhətdən, əkinçiliklə güclü məşğul olduğu hallarda, vaxtlarda bu yer Çinar dibi deyilən sahədir. Bu sahə Ağdaş rayonu 3 kəndi ilə əhatə olunmaqla kəndimizdə ən çox bar verən yerlərdən biridir. Hörmətli tamaşaçılar, Cavid müəllim qapını açıb və burada mənim diqqətimi cəlb edən ikinci bir stend oldu. Burada Azərbaycan Ali Təhsil Ocaqları var. Bu doğrudan da təqdirə layiq bir ideyadır. Çünki orta məktəbdə oxuyan şagirdlər artıq məktəbdə oxuyarkən universitetlər haqqında məlumatlara malik olur. Sovet dövründə burada pambıqçılıq üzrə yarış keçirilirdi rayonlar arasında. Hətta mən yaxşı yadımdadır ki, ayrı rayonların bu yarışlarda iştirak edən böyük birinci katibləri, qabaqçıları, əkinçiləri burada stol qurub, həmin burada belə o yarışların təşkilini və onun izahını, yarışların nəticəsini elan edirlər. Aha, səhərdən deməli səbirsizliklə gözlədiyimiz informatika otağıdır. Hörmətli tamaşaçılar, baxın. Yəni burada artıq mənə elə gəlir ki, şərhə ehtiyac yoxdur. Uşaqlar ümumiyyətlə bu informatika dərslərinə nə cür maraqlanır? Nə cür Hal-hazırda bizdə əvvəllər ancaq 10-11-ci sinifdə informatika tədris olunurdu. Amma hal-hazırda deyək ki, bütün siniflərdə 1 saat deyək ki, informatika dərsi tədris olunur məktəbimizdə. Yəni uşaqlar informatika dərsinə çox maraqlı, həvəslə yanaşırlar. Yəni informatika dərsində çox maraqla iştirak edirlər. Digər dərslərə baxmış daha həvəslə iştirak edirlər. Avadanlıqlardan da istifadə qaydalarını öyrənirlər. Burada məşhur Çinar dibi deyilən sahədir. Bu Qazmaq kəndimizin həm başlanğıcı ilə, yəni mən hesab edərdim ki, bizim suyumuz Ağdaş rayonunun Tülyançay kəndinin çay boğazından gəlir və bu sahə üzrə gəlir. Yəni məskunlaşma da buradan başlayır
buradan başlayıb kəndimiz dəmir yoluna qədər və dəmir yolundan uzaqda da inkişaf eləyir. Bu sahənin adı Çınar dili olması onun güclü sahə Çınara görə həsr olunur və güclü iqtisadiyyatın təməli burada qoyulur. Cavud müəllim, bax buranı gəldik gördük. O birisi otaq. Bundan başqa eyni şəkildə kompüter avadanlıqlarla təchiz olunmuş lingvistika otağı var ki, orada şagirdlərin xarici dil dərslərində praktikum məşğələlərini həyata keçirmək üçün istifadə olunur. Yəni hər cür görüntü ilə səsli şəkildə ingilis dili dərslərində, rus dili dərslərində istifadə edirlər. Hal-hazırda məktəbimizdə 2 xarici dil öyrənilir, rus dili və ingilis dili. Peki bunlar hər ikisi informatika, lingvistika kabinetindən istifadə edə bilirlər. Sözün düzü, mən bu otağı gəlib gördükdən sonra artıq o lingvistika otağı haqqında heç bir şəkki şübhəm qalmır. Gördüyünüz kimi, bax bu tabloda klaviatura ilə tanışlıqdır. Ümumiyyətlə, kompüter haqqında heç bir anlayışı olmayan bir insan bu tabloya baxıb klaviaturanın artıq idarə etmə prinsipini öyrənə bilər. Və orada inkişaf prinsipi görürəm. Çox maraqlı bir tablodur. Bax, yəni vaxtı ikən mürəkkəb, ondan sonra çap maşını və sonda kompüter. Hemen bəzi ki yarışlar olurlar. Yarışlarda adətən müəyyən uduşlar olur. O vaxtda uduşa nə qoyurlar? Bu kənd təsərrüfatının uduşuydu, kənd təsərrüfatının yarışıydı. Ona görə də burada sadəcə uduş deyil, sadəcə burada böyük pambıq sahələri olardı. Bunları yarışlara baxarlar, gələn nümayəndələr, sahələr gəzərlər bir-bir. Sonra axırda gəlib burada onu müəyyən edərlər ki, bunun sayəsində bitki necə becərilib, bunun sayəsində məhsuldarlıq necədir, bu üzrə yarışlar keçirirlər. Maşallah, derin bana bir söhbət edirik. Görün necə gözəl mənzərənin şahidi olub. Kəpənəklər uçur hər tərəfdə. Maşallah, hər tərəf gül, çiçək. Qazıqumlaq kəndinin ərazisində, bax bu yerləşən məktəbdə bugün mən kompüterin klaviaturalarından sürətli istifadə qaydasını Cavud müəllimdən öyrəndim. Təşəkkür edirəm sizə. Sağ olun, Allah razı olsun ki, gəlirsiniz bu məktəbi belə çəkib Respublika səviyyəsində tanıtdırırsınız. Yox, nəinki Respublika səviyyəsində, bütün dünya səviyyəsində. Lider televiziyasını bütün dünya izləyir və siz təsəvvür edin ki, bu dəqiqə xaricdə bizim soydaşlarımız efir gedə-gedə çox rahatlıqla öz qonum qonşusundakı o İngilis, Fransız, İspan, hər kim olur olsun, dəxlis yoxdur. Ürək rahatlığı ilə deyə bilər ki, gəl, otur bax, bizdə Azərbaycanda kənddə nə cür məktəblər var. Bəli, elədir. Yəni gördünüz ki, həqiqətən yəni bizdə bayaq girişdə dediniz ki, məktəbin binası belədir, tədris necədir? Həqiqətən gördünüz ki, bizdə tədris də binaya uyğun şəkildə aparılır. Heç bir yenə deyirəm də, mənim heç bir şəkk şübhəm qalmadı. Yəni təhsilinə də, müəllimlərinə də və məktəbdə olan şəraitə də. Bizim kəndin qırağından keçən, mən bir məsələni xatırladım. Böyük Bakı Qazax yolunun kənarında yerləşirik. Oradan keçən adamlar əslində Qazma kəndinə o yerlərə görə, o dövrə, o əraziyə qiymət verir. Amma özünüz gördünüz ki, kəndimizin içinə gəldikdə burada necə gözəl mənzərələr, necə böyük ağaclar, necə yaşıllıq və mən deyərdim ki, yazın gəlişinə səbəb olub, vaxtı gəlib sizin gəlişiniz. Mən sizi bir daha Bahar Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, belə gözəl çəkilişləriniz hələ sizin həyatınızı bir daha bezəsin. Çox sağ olun. Sözün düzü mən gözləmirdim ki, kənd bu cür gözəl olsun, bu cür mənzərəli olsun. Müasir kənd eyni zamanda təbiətin gözəlliyi, o belə deyək də, ikisi birlikdə çox gözəl bir sintez yaradır və belə deyək, 21-ci əsr bu təbiətdə. Belə. Təşəkkür edirəm, minnətdaram. Siz sağ olun, çox sağ olun, minnətdaram sizə. Sağ olun. Burada 2 nəfər şagird var. Bugün hal-hazırda şənbə gündür, tədris yoxdur, amma yəni məktəbdə deyək ki, uşaqlar özləri şərait yaradır ki, gəlsinlər, dərsdən sonra otursunlar, müstəqil məşğul olsunlar. Yəni, məsələn, elə uşaqlardır ki, ali məktəbə hazırlaşan uşaqlar, məsələn, tutaq ki, bunlar İbrahimova sonra, bunlar əlasılar tablasına Mən elə ona görə onu demək istəyirdim sizə ki, bax burada gördüyümüz bu gözəl şagirdlərimizin
tabloda şəkilləri olanlardandır. Bir İbrahim Abasına 11-ci sinif şagirdi, Məmmədov Tunzala 11-ci sinif şagirdi. Bunlar hər ikisi ali məktəbə hazırlaşırlar. Yəni bir-birinə köməklik məqsədi ilə, ola bilər ki, məsələn, birinin həll elədiyi məsələləri digəri eləməyib, digərinin həll elədiyi məsələni o birisi eləməyib. Yəni belə şərait yaradır ki, şənbə günləri gəlib oturub bir-birinə köməklik eləsinlər. Bu da onların inkişafında bir balaca daha da qabağa getməklərində. Zavid müəllim, bax, mən bu uğurları görüb, bax, hörmətli tamaşaçılar, baxın, şagirdlər istirahət günü olmasına baxmayaraq, məktəbdə gəlib biri-birilərinə kömək edirlər. Mən o qədər sevindim ki, hətta mən özüm istəyirəm ki, bəlkə köçüm gəlim mən burada ikinci təhsil alam orta məktəbdə. Salam, özünüzü təqdim eləyin. Məmmədov Tunzalı. Siz, İbrahim Abasana. Tünzarə xanım, siz hara hazırlaşırsınız? Birinci qrupa. Birinci qrupa. Əsas bax məqsədiniz nədir? Hansı universitet? Birinci qrupda universitetlərin sayı çoxdur. Bax, əsas məqsəd, hədəf hansı universitet? Bakı Dövlət. Hansı fakültə? Riyaziyyat. Sonra xanım, siz hansı universitetə hazırlaşırsınız? Qafqaz Universiteti. Qafqaz Universiteti. Hansı fakültə? Riyaziyyat müəllimliyi. Siz də riyaziyyat müəllimliyini xoşlayırsınız. Mən sizə ancaq uğurlar arzulaya bilərəm. Bir də hədəfə qoymusunuz neçə bal toplamağı. 400 bal keçmək. İnşallah. Bax, bu çəkdiyiniz əziyyət yerdə qalmayacaq. Mən buna inanıram. Yəqin ki, siz nə qalıb? 2-3 ay qalıb da. 2-3 aydan sonra 400 baldan yuxarı xal yığacaqsınız, bal toplayacaqsınız və istədiyiniz fakültəyə qəbul olacaqsınız. Onda mənim də sözümü bir bazı yadınızda saxlayasınız ki, əziyyət çəkənin əziyyəti yerdə qalmır. Zavid müəllim, bax, səhərdən bu məktəbin ərazisini gəzirik. O dediniz akt zalı. O akt zalına da bir baxaq. Mən ürəyimdə qalmasın da. Məktəbimizin çox böyük akt zalı var. Yəni bu akt zalında deyək ki, çox böyük tədbirlər də biz həyata keçirmişik. Məsələn, keçən il may ayının 10-da biz Ulu Öndərimizin 89 illik yubileyini akt zalında çox möhtəşəm şəkildə keçirmişik. Bundan əlavə bir il ərzində ondan çox tədbir keçirmişik. Yəni Mirzə Fətəli Axundovun yubileyini keçirmişik akt zalında. Ondan sonra digər böyük tədbirlər keçirmişik. Nizami Gəncəvinin yubileyini keçirmişik. Yəni Belə eləyək də zaten mən elə gəlir ki, bu yaxın gələcəkdə o şəhərdən köçüb gələcəm bu kəndə qalacam. Və mən onu deyim ki, bir onda deyim. Səhərdən Zavid müəllimlə gəzirik. Mən məktəbin artıq hansı korpusundayam, hardayam, artıq mənim də yadımdan çıxıb. Oradan giririk, buradan çıxırıq. Məktəb o qədər böyükdür ki. Hörmətli tamaşaçılar, kənd ərazisini gəzirəm. Gözəl hava, xoş əhval-ruhiyyə və qarşımda görürəm gözəl insanlar. Desəm, biraz boş vaxt çıxıb, oyun gedir. Salam aleyküm. Necəsiz, xoş gördük. Oyuncu aparsınız. Nədən oynuyorsun? Belə. Elə-belə. Interese. İnteresdə nə var? Mənə. aşağı bir tane ya. Dediyiniz tədbirlər bu akt zalında. Yəni hal-hazırda bu akt zalını görür. Bu akt zalı 100 yerlik akt zalıdır. Yəni məktəb deyək ki, bura yuxarı sinif şagirdləri tamamilə yerləşir. Yəni, məktəbdə 280 şagird olsa da, bizən tədbirlərin hamısında bütün şagirdlər deyək ki, oturmurlar da. Ola bilər ki, elə tədbir var ki, orada ancaq yuxarı sinif şagirdləri iştirak edirlər. Sinif tədbir var ki, orada ancaq aşağı sinif şagirdləri iştirak edir. Yəni bu gördüyümüz məktəbdə bir il ərzində ondan çox tədbir keçirilmişdir. Yəni müxtəlif cür tədbirlər keçirilmişdir. Yəni bu da bizdən ötəri sevindiricidir ki, yəni əvvəllər belə tədbirləri keçirmək üçün biz yer tapdırdıq məktəbdə. İndi isə hal-hazırda biz rayon səviyyəsində hətta yüksək səviyyədə tədbirlər keçirə bilirik. Müəllim, mən üzr istəyirəm. Burada rayon yox, burada beynəlxalq tədbirlər də keçirmək olar. Yəni elə bilsin, dünya heç bir yerində mən inandırım ki, məktəbdə bu cür akt zalı yoxdur.
Mən gedim yenə öz missiyamı yerinə yetirməyə, amma Rəşaddan xəbərim yoxdur. Əgər Rəşaddan xəbəriniz varsa, mənə SMS atın ki, Rəşad hardadır. Bana danışın görək. Adətən oyunu kim aparır? Oyuncu aparar daha. Sən saqqal elə oyunu sən aparsan. Yox, mənim oynayabilirim. Baxışlarını hiss edirəm, peşəkarlıq. Elə belə bilirəm. Murat daha yaxşı oynayır. Bilirəm. Məsələ, Murat daha yaşatmağa çox var. Murat da, bax, nisbətən sizdən cavanlar da, yəni aralarında hansı çıxalım? Hələ şey eləyən yoxdur da, bu oyun bitən. Dünyamızda olmaz da. Elə olar. Elə verməm. Peki, kömürlüğünüzə verməm. Yo, vəziyyət gərgin, hörmət tamaşaçılar. Doğrudan vəziyyət gərgin bir oyun gedir. Hörmət tamaşaçılar, bax, kənd ərazisində gəzirəm, amma hava biraz istidir. Salamat saqqal.